millət, bu gün sizdən gələn sualları oxuram, pat 3 çəkirəm, 3 deyə baltı tuturam, yala. İlk sualımız Messi yoxsa Neymar? Səncə sən ata minərsən, yoxsa at sənə minər? Məncə at mənə minər. Alizadə dinləyirsən minan. Sizə bir etiraf edim, Alizadə dinləyirəm. Hətta artırıram, Level 5 ilə dinləyirəm. Arabam! Amma belə tez-tez dinləmirəm, sadəcə ürəyim bulanıb qusa bilməyəndə qulaq asıram ki, qusmama kömək eləsin. Arabam! Neçə yaşım var? 17 yaşım var. Bu arada ay günümə sadəcə bir ay qalıb. İyunun 26-sı ay günümdür. İnşallah ona qədər 5K ola bilərik. Öyle deyəsən ay günümə qədər 5K eləyə bilərsiniz məni. Aztube'de izlediğin kız var. Heç bir kız izləmirəm çünki tanımıram. Aha yox, birini tanıyıram. Xəncəl nə də o? Çəkişlərini hansı telefondan edirsən? Nokia. Neçənci sinifsən? Məktəbi qurtarmışam. İmtahandan nə qədər yığmışdın? 11-ci sinifdə imtahan verməmişdim, 9-cu sinifdə vermişdim. Onda da deyəsən 74 bal falan belə yığmışdım. Niyə YouTube'a başladın? YouTube'a başlama səbəbim çox yalnız olduğum üçün idi. Həqiqətən YouTube'a başlama səbəbim heç dostumun olmaması idi və hələ də dostum yoxdur. Amma yenə də dostum olsaydı yenə YouTube'a başlayardım. Heç bir şey dəyişməzdi. Çünki uşaqlıqdan YouTuber olmaq xəyalım var idi və hələ də olmamışam. Səncə tung sar balerina Capuchino ilə evlənəcək? Yaxın gəl. Sizə bir sır verəcəm, amma sakit durun. Bombardino Crocodilo ilə balerina Capuchino arasında nəsə var. Məndən eşitməmisiz. Bir cümlə ilə özünü biabır edə bilərsən. 3-cü sinifə qədər pampers sağırdım, 4-cü sinifdə altıma sıçmışdım. Bürcün nədir? Xərçəng bürcüyə. Kupama baxırsan, buralar axır dəfə BTS sıralamışdım, amma sonra öyrəndim ki, o BTS-dir. Sən demək kupop karakterləriymiş. BTS-ə ömrümdə heç vaxt baxmamışam. BTS-ə dair heç nə bilmirəm. O videonu təbii ki, ironi üçün çəkmişdim. Bilmirəm, yəqin ki, anlamsız. Anlamayanlarda yəqin ki, olmaz da. Soyadın nədir? Soyadın Vəliyevdir. Takipçilərimi nə qədər sevirsən? Takipçilərim məni sevdiyi qədər. Sevgilim var. Sevgilim yoxdur. Bro. İnşallah oxuyarsan sevilirsən. Ya, siz də sevilirsiniz. Evdə boş vaxtında nə edirsən? Əgər bir qapı tapsan, bir qapı tapsan və içində keçmişdə istədiyin bir anı yenidən yaşamaq, böyük hərflə yazıb. Və ya dəyişmək şansın olsa, hansı anı seçərdin, niyə? Və ya dəyişmə şansın olsa, çox şey dəyişmək istəyərdim və niyə? Niyə də sual verim. Və hansı anı seçərdin? Ay belə başım qarşımda da sualdır. Bir corabı neçə dəfə geyinirsən? Hər gün corab dəyişirəm. Çünki evdə özüm üçün futbol oynayıram və evdə mənim otağım biraz təmizdir. Ona görə də hər dəqiqə corab təmizləmirəm. Tamam kardeşim. Əmir Teymur yoxsa Babək? Tabii ki də Babək prospekti. Çünki orada qalıram. Sənə görə Azərbaycan nömrə 1 YouTuber No1. Bilmiyorum dün gece ben hangi evde kaldım. Doktor söyle ben de biraz. Sualı başdan alım. Sənə görə Azərbaycan nömrə 1 YouTuberim Minan. Ən sevdiyin yemək tabii ki də aş, amma sadəcə anamın pişirdiyi aş. Bu cürlə möhtəşəmliyin Niyaz takipçisi var ya, səni salak şey. Həqiqi ola mənim Niyaz takipçim var ya la. Və Allah haqqı deyirəm, Azərbaycanda ən çox abunəyə layiq olub, amma ən az abunə sahibi olan tək YouTuber mənəm. Çünki Azərbaycanda mənim kimi YouTuber yoxdur. Mən də eni içərik paylaşan YouTuberlər var, amma mənim kimi o videoları əyləncəli göstərən YouTuber yoxdur. Mən də bacarardım, oturub yerimdə sadəcə təpki videoları izləyib bomboş təpkilər vermək. Universitet oxuyursan, universitet nə də la? Səncə ən yaxşı YouTuber kimdir? Təbii ki də Minan. Çox özümü tərəflədim, yala. Niyə bu qədər möhtəşəmsən? Ya, sizin kimi takipçilərim olduğu üçün. Söz də deyə bilmədim, yala. Neçənci ilsə, 2007-ci iləm 5 kraskayam, təmiz vuruğu falan yoxdur. 2-4 motoram, avtomatam almaq sən yazsın. Hal-hazırda daxilindəki uşaqla danışa bilsəydin, ona nə deyərdin? Daxilindəki uşaq nədir? Səni həm qıran, həm də eyni anda inkişaf etdirən bir şey olub. Məni həm qıran, həm də eyni anda inkişaf etdirən çox şey olub. Məsələn, birini deyim, videolarımda məni pisləyənlər. Məni pisləyib və yaxud linçləyəndə təbii ki də qəlbim qırılır, amma o deməkdir ki, onların sözünə hərəkət edəcəm. Həm qəlbim qırılır, həm də onların pisləməyi mənə daha da çox gücləndirir. Cristiano Ronaldo'nun bir dənə sözü var, deyələ, sevginiz məni nifrətiniz məni gücləndirir, sevginizlə də var. Nifrətinizlə böyüyür, sevginiz, ay bilə nə deyib o? Sevginiz məni gücləndirir, nifrətiniz məni durdurulamaz edir. Mən də onun sözünü özümə təsəlli vermirəm heç vaxt. İndi alma gəldi. Kitab oxuyursansa nə tərz kitablar oxuyursan? Təbii ki də oxuyuram. Mən cool biriyəm. Baxın, burada Azərbaycan dil kitabım var. Hər gün bu kitabı ən az 1 saat oxuyuram. Deməli, burada nədir? İlk səhifəmizə burada nəsə yazmışam. Bu kitabı yazım, nəsə yazmışam buralara. Burada da nəsə yazmışam. Buranı da qaralamışam. Oy bilə, hər yer yazmışam ki, lan mən. Bu şey deyil ala, Bəxtiyar Vahabzadə.
Quşlara yemək verir. Nə də la? Uy, belə qandı bunlar. Aa, bu şeydir, Çukurda Yamaç Qoçovalı. Burada da mutlu bir həyat hekayəsi var. Bunları bizə niyə oxutururdular? Burada şeydir, neydi la bundan? Metrosu da var ya la. Metrosu yox, metrosunun adı var. Ha, Nizami Gəncəvidir bu. Benim şimine benim. Aa, mən! Allah, həqiqətən mən çıxdım. Gülməliyəm ya la. Benim Mövsüm ağa deyil ala. Bu benim Mövsüm ağadır bax. Baxın, burada hardcore sevənlərdir. Bu da adı neydi? Molla Nəsrəddin dayıdır. Oturub qamçılayırlar. Aa, bu nədir? Emanat. Atalar sözü, Bakı yazıcı, ana, uşaq. Bu nə var? Keyfqum oğlansan, yaxşı oğlansan, karizman süperdir. Modelyer, nə? Zart deyən əlinə. Modelyer olmaq, model şey elə ondan. Olmaq istəyərdin, əla olardı. Bir də əla gözü əlim çıxmadı. Modeller olmaq həyatımda ən çox eşitdiyim sözdür. Hara gedirəm, qaqa sən modellersən. Niyə model olmursan? Sən modeller olsan zor olardı. Niyə modeller özə model? Mən çox eşidirəm və çox təklif gəlib ki, mənə model ol. Minan bəy, gəlin bizə model zarafat edirəm. Amma ətrafımda çox adam deyir ki, Minan model ol, model ol, model ol. Model ola bilərəm. Məncə modellik bir tipim var. Lap üst səviyyə model də olmasa, yəni orta səviyyədə bir model ola bilərəm deyə düşünürəm. Vücudum falan da yaxşıdır, amma bir problem var. Boyum model olacaq qədər uzun deyil. Bilirsiniz, modellikdə ortalama boy 1.85-dən yuxarıdır. Mənim təbii ki də boyum 1.85 deyil. Model olaram əslində, sevirəm, amma bir problem var. Model olmaq üçün gərək pul ödəyəsən. Mən niyə girim model olmaq üçün kiməsə pul ödəyim? Ondan sonra o pulu elə saxlayaram özümdə, YouTuber olaram, vecimə də olmaz. Allah Allah. Yəni bir sözlə, yəni model olmağım üçün gərək mənə pul versinlər. O da nah verərlər. Mən model olmağım üçün gərək mən pul verim. O da mən də nah verərəm. Neçə yaşım var, bro? 17 yaşım var bro. Bayaq da dediyim kimi bir ay sonra ayın 26'sı 26 iyun 18 yaşım olur. Ay bləskər gedəcəm. YouTube'a nə zaman başlamışam, buraxmaq fikrim varmı? YouTube'a demək olar hamınız elə bilirsiniz ki, 1 və yaxud 2 il əvvəl başlamışam. Yox, mənim 2017 YouTube kanalım var idi və o YouTube kanalına videolar çəkirdi. Yəni siz və sizin izlədiyiniz bəzi YouTuberlər elə bilir ki, YouTube'a 1-2 gündə başlamışam. Yox, mən YouTube'a 2017-dən başlamışam. Yəni 2017 kanalımda videolar vardı, onu çox balaca idim. Bax, balaca idim. Təbii ki, o kanal adını sizə deməyəcəm, bəlkə nə vaxtsa deyərəm. Və YouTube'u buraxmaq fikrim varmı? Var. Əgər belə düzəndə getsəm, yəni belə az bir aktivliklə getsəm, yəni beləli düzənli çox zəif yüksəliklə davam etsəm, YouTube'u buraxacağam. Çünki mən də normal bir insanam və mənim də ehtiyaclarım var. Yəni gəlir əldə etmək kimi bir ehtiyaclarım var. Amma təbii ki də bir dəfəlik buraxmayacağam, geri qayıdacağam, amma çox qısa bir müddətdə geri qayıtmayacağam. Amma təbii ki də kanalım belə davam etsə eləyəcəm. Kanalım tez bir zamanda yüksəliş etsə, təbii ki də onu YouTube'a davam eləyəcəm, buraxmayacağam. Amma mən YouTube'u buraxsam, həqiqətən deyirəm, YouTube üçün böyük itki olar. Ona görə də dəstək olun mənə. Nəsə buralar bu qədər oxuya bildim, çünki həqiqətən də yoruldum, ağzım falan yoruldu.